Şoşi sizin Facebook səhifənizdə soruşur. Azad seçim taley ilə də bağlıdırmı? Taleh seçimdən aşağıdadır. Bu, kör taleh kimidir. İstəsəm də, istəməsəm də taleh ilə gedirəm. Mən bunu tam başa düşə bilmədim. Taleh, uğur, bunlar təbiətin bizə eynən əmrləridir və biz onları icra edirik. Mənim seçimim yoxdur. Taleh nədir? Taleh, bu, baş verməli olanın baş verməsidir. Bəs mən necə taleyin üzərinə qalxa bilərəm? Necə ki yazılıb, İsrail ulduzlardan və bürclərdən yuxarıdadır. Yuxarıda olmaq, yəni idarə etmək, bu dəyişmək deməkdir. Bəli. Dəyişmək imkanı əldə etmək. Məhz bu haqda danışırıq. Azad olmaq, azad seçim vəziyyətində olmaq bu deməkdir. O zaman mənim heç kimdən heç nə istəməyimə ehtiyac olmur. Mən doğrudan da özümü dəyişə bilərəm, taleyimi dəyişə bilərəm. Azad xalq olmaq budur, bu demək. Öz torpağımızda azad xalq olmaq. Sən bilirsən, öz torpağımızda nə deməkdir? Öz istəyimizdə. Eretz, torpaq, rasyon, istək sözündəndir. Yəni, mən öz istəklərimin, bütün DNT-mi və s. üzərinə qalxa bilirəm. Hər şeyin üstünə. Bəs necə? Mühiti, cəmiyyəti dəyişməklə və cəmiyyət də mənə cavab olaraq təsir edir. Biz belə qarşılıqlı əlaqəyə giririk. Mən mühitə təsir edirəm, mühit mənə və onda biz taleyin hər şeyin üzərinə qalxırıq.